White Desert hal-hazırda hansı mərhələdədir? Yəni artıq oyunun onlayn platformalarda satışa çıxarılıb, yoxsa hal-hazırda demo mərhələdədir və ya ondan əvvəlki Xeyr, mərhələdə? hələ ki demo mərhələdədir. Çünki az öncə bildirdiyim kimi biz bu investisiyanı oyunu tamamlamaq üçün almışıq. Yəni bizim qarşımızda hələ bu proyektin bitməsi üçün 2 il də var. 2027-ci ilə planlayırıq. Çünki özümüz də bilirik ki, hər zaman hər şey istədiyimiz kimi, planladığımız kimi getmir. Biz oyunu daha yığcam və daha tez başa gəlməyin əvvəl planlayırdıq, amma sonra gördük ki, bizim bu ətrafımızdakı insanların, oyun industriyasında olan veteranların networkümüzün sayəsində, təcrübəli insanların fikirləri sayəsində qərarı almışıq ki, uğurlu bir oyun proyekti üzərində yaratmaq istəyiriksə, nəticəsinin yaxşı olmaq istəyiriksə, biz daha detallı, daha gözəl, daha belə immersiv bir şey yaratmaq üçün zamanı uzadıb daha keyfiyyətli bir iş əldə etməliyik. Çünki bu oyun industriyasında rəqabət çox böyükdür. Ölkəmizdə bu ekosistem və bu mühit elə də inkişaf etmiş bir səviyyədə olmadığı üçün bəzən bizim insanlara bunu danışdıqda təəccüblənirlər ki, necə olur bu? Yəni amma əslində dünyada gündə yüzlərlə oyun çıxır. Yəni minlərlə komandalar var və bunlar sanki yerli bazar üçün yox, dünya bazarı üçün bir oyun düzəldəndə dünya oyunçuları ilə rəqabət aparırıq, studiyalarla. O yüzden daha yaxşı işlər görmək üçün daha uzun zaman, daha böyük komanda, daha keyfiyyətli işlərə ehtiyac var.